Allah'a bir anlıq şükür eləməyim gəldi, sırf bu şey üçün. Nəfəs aldığınıza görə, yəni bizi yaratdığı üçün bunlar bir kənara. Kişilikdən çox danışmadığıma və mənə kişilik xarakteri verdiyinə görə. Bir sifət, yəni bir üz, o ki deyirlər, insan iki yüzlü və yaxud da bir neçə yüzlü. Hər sanki artıq insanların üz sifət sayı artıb. Mənə bir sifət verdiyi üçün, bir üz verdiyi üçün. Əsl kişi xarakteri. Türk. Əsl Türk. Qanlı bir övlad olarak yarattığı için başkalarına karşı ziyan verici olmayan bir insan kimi ümumiyyətlə, yəni ümumilikdə hər bir halda bütün millətlər arası xalq olarak, ümum millət olarak, ümum dünya olarak her bir kəsin hoşuna gəlməyən, hoşuna gəlməz dərəcədə keyfiyyətsizliklər olmadığına görə şükür edirəm. İnşallah ki, hər bir kəsin qarşısına özü kimi insanlar, en azından insanlar, ümumilikdə en azından